Fiziki məhdudiyyətli şəxslər arasında aşbazlıq və qənnadı sahələrdə Respublika Olimpiya çempionatı keçirilib. Çempionat Bakı Kulinariya Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Onları mətbəxə gətirən Qələbə Əzmidir. Fiziki məhdudiyyətli 14 yeniyetmə və gənc aşbazlıq və qənnadı sahəsində bütün bilik və bacarıqlarını nümayiş etdirdilər. Vişnəli canəti albalı soğudun, albalı ilə bir yerdə 1 saat yarım vaxt verilir. Burada bütün ingrediyentlərin israfa getməməsi, tək bişirməkdən getmir də söhbət. İsraf olunmamalıdır, səliqə, səhman, yeməyin dadı, teksturası, hamısı bir-biri ilə balans yaratmalıdır. Çox xoş olur bizə belə yarışlar təşkil edilməsi. İnşallah gələcəklərdə böyük uğurlara qalib olarıq. Klassik kişmişlik keks hazırlamışam və cavabları gözləyirəm. Bütün həmkarlara uğurlar arzulayıram. Yarış Milli Olimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilib. Məqsəd isə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək milli komandanın formalaşdırılmasıdır. Kulinariya sahəsində gənc, həssas qrupdan olan insanlara dəstək oluruq, kömək oluruq. Milli mətbəximizi və dünya mətbəxinin kulinariyasını inkişaf etdirməkdə. 2024-cü ildə Moskvada keçirilən regional ölkələr arasında yarışma keçdi və Azərbaycan kulinariya sahəsində olan iştirakçımız qızıl medal qazandı. Yarışın qalibləri Finlandiyada keçiriləcək 11-ci beynəlxalq olimpiya çempionatında iştirak edəcəklər. Lalə Allahverdiyeva, Nuran Ələkbərli, Ayşən Cümşüdova, ATV Xəbər.